Salam, xoş gəldik əziz izləyicilər. Bu gün sizinlə çox maraqlı və bir o qədər də aktual bir mövzunu müzakirə edəcəyik. Müqavilələr və onların rəqəmsal idarə olunması. Çünki hamımızın həyatında müqavilə mövzusu meydana çıxır, istər biznesdə, istər şəxsi həyatda. Bəli, həqiqətən çox önəmli bir mövzu haqqında danışacağıq. İlk olaraq çox sadə, amma ən əsas suallardan birini vermək istəyirəm. Niyə müqavilə bağlamaq bu qədər vacibdir? Müqavilə sadəcə kağız parçası deyil, tərəflərin öhdəliklərini qoruyan hüquqi sənəddir. Müqavilə varsa, kimin nəyi etməli olduğu, hansı şərtlərə əməl olunacağı dəqiq şəkildə yazılır. Bu həm sahibkarı, həm də müştərini qoruyur. Ən əsası, mübahisə yaranarsa, müqavilə sübut kimi çıxış edir. Yəni əslində müqavilə həm etibarlılıq, həm də güvən yaradır. Tamamilə doğrudur. Amma ənənəvi kağız üzərində olan müqavilələr çox vaxt yorucu olur. Bunun yaratdığı əsas problemlər nələrdir? Əvvəla, kağız müqavilələr çox vaxt aparır. Müqavilə yazılır, çap edilir, tərəflərə göndərilir, imza üçün görüşülür. Bu həm vaxt, həm də vəsait etkisi deməkdir. Həmçinin fiziki və zehni əmək də tələb edir. Məsələn, elə götürək icarə müqaviləsini. Notarius vasitəsilə bağlananda həm vaxt, həm də kifayət qədər çox maddi resursdan istifadə olunur. Təkcə dövlət rüsumu belə bir müqavilə üçün 200-250 manat civarında dəyişir. Bu isə xüsusilə kiçik sahibkarlar və fərdi istifadəçilər üçün əlavə yük deməkdir. Bəs bütün bu problemləri necə həll etmək olar? Burada Enidoc köməyə gəlir. Bu platforma həm vaxtınıza, həm də vəsaitinizə qənaət edir. Çünki hər bir müqavilə üçün hazır şablonlar təqdim olunur. Sadəcə şablonu seçir, məlumatları daxil edir və elektron imza vasitəsilə təsdiqləyirsiniz. Həmçinin istifadəçi istənilən sənəd üzərində öz tələbinə uyğun düzəliş edə bilər. Hətta onu tamamilə yeniləyə bilər. Həm də istənilən vaxt müqaviləni çap edib fiziki formada saxlamaq da mümkündür. Yəni bir müqavilə üçün saatlarla vaxt xərcləmək yerinə bir neçə dəqiqə kifayət eləyir. Tam olaraq belə. Enidoc iş prosesini sadələşdirir, müqavilə bağlamağı rahat, sürətli və əlçatan edir. Mən bilirəm ki, Enidoc yalnız bir neçə müqavilə növü ilə kifayətlənmir, çox geniş sahələrə xitab eləyir. Düzdür? Bəli, burada xidmət müqavilələri, icarə müqavilələri, əməkdaşlıq sazişləri, hətta gündəlik həyatda lazım olan sadə ərizələr də var. Məsələn, xidmət müqaviləsi, mənzilin kirayəsi üçün olan kirayə müqaviləsi və daha çox sahə üçün sənədlər mövcuddur. Dinləyicilər üçün yəqin ki, ən vacib suallardan biri də budur ki, bu müqavilələrin həqiqətən də hüquqi əsası varmı? Əlbəttə, Enidocda Sima imza sistemi vasitəsilə sənədlər asanlıqla imzalanır. Elektron imza ilə təsdiqlənən sənədlər tam olaraq hüquqi qüvvəyə malikdir. Yəni istənilən rəsmi qurum və məhkəmə qarşısında etibarlıdır. Mən bir maraqlı məqamda eşitmişəm. Enidoc yalnız müqavilələrlə məhdudlaşmır. Düzdür? Doğrudur. Platformada müxtəlif ərizələr və aktlar da mövcuddur. Hətta məzuniyyət ərizəsi, icazə ərizəsi kimi gündəlik iş həyatında istifadə olunan sənədlər də var. Bu da iş prosesini daha çevik edir. Doxybot, ağıllı köməkçi haqqında biraz məlumat verə bilərsiniz? Doxybot Enidoc'un süni intellekt əsaslı virtual köməkçisidir və həm WhatsApp, həm də Telegram üzərindən istifadəçilərə xidmət göstərir. İstifadəçi sadəcə sualını verir və bot dərhal cavab təqdim edir. Uyğun şablonu seçməkdə kömək edir. Bot hüquqi terminləri sadə dildə açıqlayır və sənəd hazırlamaq prosesini sadələşdirir. Bu xüsusiyyət istifadəçilərə vaxt qazandırır və prosesi daha effektiv edir. Ətraflı izahlarınıza görə təşəkkür edirəm. Beləliklə Enidoc həm vaxt, həm də vəsait baxımından tam qənaət, həm də hüquqi baxımdan tam təminat yaradan innovativ platformadır. Minnətdaram. Düşünürəm ki, bu imkanlardan faydalanmaq hər bir istifadəçi üçün iş prosesini xeyli sadələşdirəcək. Onu da qeyd edim ki, yaxın zamanlarda Enidoc'un bir neçə yeni funksiyası istifadəçilərin xidmətinə buraxılacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik.